Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Süleyman Sani Axundovun Nurəddin nağlından danışacaq. Bu əsərin hekayə yoxsa povest olması məsələsi birazca mübahisəlidir. Çünki burada uzun bir müddət baş verən hadisələrdən danışılır. Amma həcmi deyək ki, povest həcmində deyil. Hekayənin tələblərindən də biraz böyükdür. Amma bu əsəri danışan adam, Hacı Səməd, övladlarına bu əsəri nağıl kimi təqdim edir. Elə biz də gəlin deyək ki, Süleyman Sani Axundovun Nurəddin nağlından danışacaq. Əsərin obrazları ilə, əsərdəki obrazları ilə əvvəlcə tanış olaq. Hacı Nəsir bu Qafqaz şəhərlərinin birində tacirdir. Yəni Şimali Azərbaycandandır. Məlum olur ki, zəngin bir adamdır. Həlimə Hacı Nəsirin arvadıdır. Nurəddin Hacı Nəsirin sonralar doğulmuş övladıdır. Sonralar olmuş deyəndə, yəni bu övlad biraz gec olub. Bahar Hacı Nəsirin qulluqçusudur əsərdə. O da fəal bir obraz kimi çıxış edir. Gülpəri Hacı Nəsirin Həlimə rəhmətə gedəndən sonra aldığı qadındır, mənfi obrazdır. İmamverdi Gülpərinin atasıdır. Əmiraslan Gülpərinin əmisi oğlu, sonradan ərə getdiyi İmamverdinin qardaşı Talverdinin oğludur, o da mənfi obrazdır. Əsərdə iki mənfi obrazdılar, Gülpəri və Əmiraslan. Cənnətəli dilənçidir, sonradan Nurəddinə yaxşılıq eləmişdir və nəhayətdə də Rəhimin evində bağban olmuşdur. Rəhim Hacı Nəsirin 300 manat borc verdi, sonradan isə Nurəddinə atalıq edən şəxsdir. Rəhimə isə Rəhimin arvadıdır. Və əsərin sonunda biz görürük ki, bu əhvalatı Hacı Səməd öz o övladları Fatma və Məmmədə danışır. Əsərdə görürsünüz, əsər gözünüzün qabağındadır. Qafqazda Hacı Nəsir adlı bir tacir var idi, onun Həlim adlı bir yoldaşı var idi. Bu qadın da çox gözəl qadın idi, amma bunların övladı olmurdu. Nəhayət onlara Allah Taala övlad verir. Hacı Nəsir böyük sədəqələr paylayır, acı doydurur, yetim yesirsizə kömək eləyir, yəni sədəqə kimi. Və bir dəfə də evə Hacı Nəsir kirpit boyda bir kitab gətirir. Deməli, Sədi Şirazinin Gülüstan əsərini gətirir. Demək, bu gətirəndə kitabı bunun əhvalatını da danışır. Yoldaşına deyir ki, bəs mən bazarda bir nəfər, deməli, Cənubi Azərbaycandan gəlmiş bir tacirin, demək, xırda tacirin ağladığını görür, soruşur ki, niyə ağlayırsan? Deyir ki, bəs mən 300 manat puldan ticarət eləməyə gəlmişdim, mal aparmağa gəlmişdim, pulumu uğratmışam. Hacı Nəsir də yaxşı adam idi, çıxarır 300 manat pulu. Ona verir, borc kimi verir, deyir, imkanlı olanda qaytararsan. Elə deyim ki, 300 manat o dövr üçün ciddi şəkildə böyük puldur. Yəni, bizim indiki 300 manat dəyərində deyil hər halda. Çünki səhərsi günü bu Rəhim və o verəndə pulu deyir ki, oğlum Nurəddin üçün dua eləyərsən. O da sabahki günü gətirir Hacı Nəsirə, demək, bir kitab bağışlayır. Deyir ki, bunu Nurəddin kitabdan deyir, böyük hədiyyə bilmədim. Bu miniatür bir kitabdır, kirpit qutusu boyda. Deyir ki, bu kitabdan böyük qiymətli bir hədiyyə bilmədim. Bunu sənin övladın üçün gətirmişəm. Və biz bu kitab sonradan bir açar rolunu oynayır hadisələrin inkişafında. Anası da o kitabı bir parça yapışıb oğlunun boynundan asır ki, oğlum böyüyəndə bu kitabı oxuyur. Amma sonra görün nə olur. Bir dəfə Həlimə hamamdan çıxanda özünü qorumur, soyuqluyur, xəstələnir və vəfat edir. Bu o zamanlardır ki, Nurəddin məktəbə gedən yaşlarındadır, 8 yaşlarındadır. Və bu Nurəddin məktəbdə də çox yaxşı oxuyur. Hacı Nəsir fikirləşir ki, bu uşağa bir ana lazımdır. Və bir dəfə öz şəri ilə görüşməyə gedəndə tanış olan İmamverdinin evinə qonaq düşür. Bəlkə də niyyəti o idi ki, İmamverdinin bir qızı var idi, onu alıb gəlsin. Neysə, İmamverdi ilə razılaşırlar
Onun 23 yaşında Gülpər adlı qızını götürüb özünə qadın eləyir. Əsərdə yazır ki, eee, burada xətt çəkirəm altından. Hacı Nəsir deyir, dolaşıb İmamverdi ilə qohum oldu. Yəni, heç də bu qohumluq yaxşı bir qohumluğa bənzəmirdi. Yəni, dolaşmışdı. Bəli, gətirir bu qadın həqiqətən çox çətin hal xasiyyətli bir qadın idi. Hətta elə olur ki, Hacı Nəsirin evindəki qulluqçunun biri də bir neçə aydan sonra gedəsi olur. Yəni dözmür bu Baharın deyirəm, Gülpərinin kobudluğuna, acılığına çıxır gedir. Orada bir Bahar adlı qadın var idi, xidmətçi qadın var idi. O qadın da deyir gedərdi, amma Nurəddini belə bu qadının umuduna qoyub getmək istəmir və Hacı Nəsir çox tez bir zamanda peşman olur ki, mən neylədim. Hətta axırda belə bir hadisə olur ki, uşaq evdən Nurəddin evə gec gəldiyi üçün Gülpəri bunu döyür. Hacı Nəsir də gəlib üstünə çıxır, çox bərk əsəbləşir. Deyir ki, sənin kimi bir yoxsulluq içində olan birini götürdüm, gəldim ki, mən sənə bu yaxşılığı edeyim, sən də Nurəddinə analıq eləyəsən, daha sən bir gün də mənim evimdə qala bilməzsən. Sözsüz ki, qadını boşamaq istəyirdi, amma yarım saatdan sonra xəbər gəlir ki, Hacı Nəsir çıxıb bazara getmiş olur. Yarım saatdan sonra xəbər gəlir ki, Hacı Nəsirin ürəyi partlayıb. Gülpəri Hacı Nəsir öləndən sonra Nurəddinlə çox mehriban davranır. Buna hətta Nurəddin özü məəttəl qalır. Ki, görəsən niyə belə oldu? 3 gündən sonra deyir, onu pul verib məktəbə yola salır. Hətta uşaqlığından fikirləşir ki, əgər bu Gülpəri əvvəldən belə olsaydı, heç atımın da ürəyi partlamazdı. Amma Bahar fürsət tapır, Nurəddinə izah eləyir ki, bəs ay oğul, bunlar hamısı ona görədir ki, o sənin qəyyumun ola bilsin. Çünki onun övladı olmadığı üçün atan var-dövlətindən ona heç nə çatmır. O sənin var-dövlətini idarə eləyə bilmək üçün, sənə qəyyum ola bilmək üçün səndən mehriban davranır. Nurəddin hər şeyi başa düşür. Amma, yay gəlir, yay gələndə Gülpəri kəndə getmək qərarı verir. Nurəddini də götürüb, hətta Bahar da düşünür ki, onunla kəndə gedəcəkdir, amma Baharı aparmır. Gülpəri, yığır-yığışdırır, deyir o vəzində yüngül, qiymətli ağır olan şeyləri qablaşdırır, Nurəddini də götürüb kəndə gedir. Belə məlum olur ki, hadisələr bunlar yenə Cənubi Azərbaycana gedirlər. Çünki uzaq yol gedirlər. Əvvəl qatarla gedirlər, sonra vağzalda bunların qarşısına heç kəs çıxmır. Gülpəri məcbur olur özü Cəfər adlı nökərini göndərir, 2 fayton tutur və yol alırlar kəndlərinə. Əslində Gülpəri belə getmək istəmirdi, çünki yollar təhlükəli idi, o vaxtı qaçaq quldur var idi. Amma əlacısız gedir və nəticədə də qarşılarına bir qaçaq quldur çıxır. Yəni Əmraslan çıxır. Əmraslan kim idi? Gülpərinin əmisi oğlu yuxarıda qeyd eləmişdir. Bu çox nacins adam idi. Uşaqlıqdan məktəb oxumamışdı. Evin tək övladı olduğu üçün ərköyün böyümüşdü. Sonra atası tez rəhmətə getmişdi 16 yaşında. Bütün pulu qumara, yeyib içməyə qoymuşdu. Sonra əmisi qızı Gülpərini almaq istəmişdi ki, heç olmasa əmisinin olanına qalanına sahib olsun. Əmisi də qızı Gülpərini Əmraslana verməmişdi. Çünki heç bir qapısına da qoymurdu. Həmin Əmraslan çıxır qabağına və Əmraslanla Gülpəri ilə yoldaca alış-veriş eləyirlər. 3 gündən sonra Əmraslan Gülpəriyə elçi düşür. Sözsüz ki, İmamverdi ilə əmisi çox mübahisə eləyirlər, vermir. Amma Əmraslan Gülpəri əvvəldən könlü Əmraslanlı idi. 3 gündən sonra nikahını kəsdirir. Qoşulur belə deyək də, gedir Əmraslana. Amma gedəndə Nurəddini aparır. Nurəddinə də bu çox xoş idi. İmamverdi kişiyə babası kimi mehir salmışdı, günü xoş keçirdi. Amma çox keçmir ki, Əmraslanla Gülpəri Nurəddini də evlərinə aparırlar. Və bu müddətdən sonra, bir müddətdən sonra onsuz da yenə başlayır bu Əmraslan Gülpərinin nağd pullarına sahiblənib qumara qoymağa, yeməyə, içməyə. Görünür elə bu məsələlərdə, söhbətlərdə eşidəndə Gülpəri bu İmamverdi kişinin ürəyi partlayır. Ya daha doğrusu ki, İmamverdi kişini paraliz vurur.
Və İmam Nurəddinlə Əmraslan belə Əmraslanla Gülpəri gedib kişiyə baş çəkəndə İmamverdi kişiyə görürlər ki, düzdür bu kişinin dili batıbdır, amma bunda hələ ölüm məsələsi yoxdur. Və Nurəddin də dediyim kimi İmamverdiyə baba kimi mehir salmışdı, istəyir ki, sabahkı günü tezdən durub getsin, babasını, babalığını yoxlasın və bu tezdən durmuşdu və təsadüfən Əmraslanla Gülpərinin söhbətinə şahid olur, görür ki, onlar zəhər verib adam öldürməkdən danışırlar. İlk əvvəl ağlına elə gəlir ki, bu babası İmamverdini öldürmək istəyir, amma sonra görür ki, yox, söhbət bundan gedir. Zəhər yox, bunu quyuya tullayıb öldürmək istəyirlər, sonra da bütün var-dövlətə sahib olmaq. Uşaq daha başqa bir çarə tapır, evdən qaçmağı barədə düşünür və qaçır. Gəldiyi yoldan sözsüz ki, qayıtmaq istəyir, amma azır meşədən çıxa bilmir. Belə olanda gecəni bir hündür ağacda keçirir. Ağacda keçirir, səhər ayılanda görür ki, bəs ağacın altında bir nəfər adam var. Bu kim olur? Dilənçi Cənnətəli. Cənnətəliyə vəziyyəti deyir ki, bəs mən atam, anam yoxdur və mən Bahar adlı bir adamı gedib çatmalıyam. Şəhərini deyir, şəhər çox uzaq olur. Deyir ki, amma mən səni aparam. Amma 12 gün yol gedəndən sonra gəlib bir yerə çatırlar. O yer hansı yerdir? Cənubi Azərbaycanda Rəhimin yaşadığı şəhər. Burada Cənnətəli azarıyır. Cənnətəli Nurəddini dilənməyə göndərir, amma Nurəddin zaten dilənə bilmir, utanır, gəzir. Bir qəflətən ayağı düşüb yıxılanda da bir faytonun altında qalır. Təsadüfən bu faytonu sürdürən adam Rəhim olur. Rəhim tez aparıb uşağı evinə aparır, cərrah gətirir. Uşağın yaraları görür, çox da məlum olur ki, ciddi deyil. Və uşağa qulluq xidmət zamanı bu uşağın boynundakı elə bilirlər duadır, amma açanda görürlər ki, kitabdır. Kitab hansı kitab olsa yaxşıdır? Rəhimin o vaxtı Hacı Nəsirə övladı Nurəddin üçün verdiyi kitab. Hacı Nəsir Rəhim bu kitabı görəndə çox sevinir. Rəhimə əhvalatı danışır, deyir ki, bu həmin mənə yaxşılıq edən kişidir. O uşağın adını bilir, soruşur ki, abala sənin adın Nurəddindirmi? Rəhimə soruşur ki, sən hardan bildin ki, bu uşaq adı Nurəddindir? O da o qəziyyəni əvvəldən də danışmışdı, deyir ki, bu o uşaq. Edadi məktəbinə qoyurlar. Bu Cənub Azərbaycanda olan orta məktəbdir, bəlkə də ondan da biraz yuxarı kollec səviyyəsində bir məktəbdir. 10 il burada Rəhim başına gələnləri danışır. Daha doğrusu Nurəddin Rəhimə başına gələnləri danışır. Bahar Rəhim ona deyir ki, ay bala sən burada qal, Baharı da gətirdərik. Sənin çünki Bahara tapşırmaq doğru deyil. Və uşağı məktəbə, o edadi məktəbinə qoyurlar. O uşaq orada 10 il oxuyur və bir günlərim məktəbdən gələndə Cənnətəlini görür, gətirir, Rəhimə təqdim edir. Rəhim də onu öz evinə, həyətinə bağban təyin edir. Cənnətəli də elədiyi yaxşılığın qarşılığını görmüş olur. Bir müddət keçəndən sonra Bahar da gəlir, çıxır. Belə məlum olur ki, onu Rəhim Baharı da tapdırıb gətirdibdir. Bahar hər şeyi danışır, deyir ki, ay oğul, sən ölmüş adam hesab olunursan və bütün vara dövlətə də gəlib sahib çıxdı, apardı. Bahardan belə Gülpəri ilə Əmraslan məni də qovub çıxartdılar. Və Bahar da gəlir burada yaşayır. Beləliklə 10 il keçir, Nurəddin məktəbi bitirir, bir qonaqlıq da verir. Qonaqlıqdan sonra Nurəddin bağa gəzməyə çıxmışdı. Bir də görürlər ki, bir yaşlı qadınla, bir dilənçi qadınla gəlir. Və Bahar bu qadını görəndə tanıyır ki, bu Gülpəridir. Nurəddin deyir ki, bəli, Gülpəridir. Allah Taala mənə elədiklərinin qarşılığında ona lazımı qədər cəza verib. Gülpəri də başına gələnləri danışır, deyir ki, bəs sənin varına, dövlətinə sahib çıxdıq. Düzdür, mən səni öldürmək istəmirdim, mənə şeytan Əmraslan yoldan çıxartmışdı. Əmraslan bütün pulları, hər şeyi bu Hacı Nəsirin pularına, dövlətini qumara qoyur, evini, eşiyini, hər şeyi satır. Sonra da qaçağa quldura qoşulur, sonra da hökumət onu tutub asır. Əsərin bu yerində biz Rəhimin fikrini görürük. Rəhim deyir ki, ay oğul, sənə verdiyim tərbiyə öz barını, bəhərini verdi. Çox halallı olsun sənə, çox onu təqdir eləyir. Deyir ki, bəs sən
Əsl mən deyən kişi oldun. Əslində deyir ki, mənim məsələn, mənim səy elədiklərim yaxşılığa yaxşılıq idi, amma sənin elədiklərin isə yamanlığa yaxşılıq idi. Əsərin bitimində də biz görürük ki, əsəri bizə danışan adam Hacı Səməddir. Deyir, Hacı Səməd nağılını tamam edib. Soruşdu, indi deyin görüm övladlarım kimin nağılı yaxşıdır? Əlbəttə səninki yaxşıdır deyə Məmməd və Fatıma cavab verdilər. Bu əsər romantik üslubdadır. Yəni reallığı çox da əks elətdirmir. Nə mənada reallığı əks elətdirmir? Çünki səni öldürmək istəyən bir adamı yenidən evinə gətirmək eee, necə deyərlər, real ağıl düşüncəsidir. Mən bütün məsuliyyətimlə tövsiyə edirəm ki, bu cür yamanlığa yaxşılıq hər kişinin işidir, sözsüz, amma səni öldürmək istəyən birinə, sənin var-dövlətinə çökən birinə, burası var-dövlətinə çökən biri çox da böyük problem yaratmaz. Yəni kimsə nəfs aldadar, sənin var-dövlətini çökmək istəyər. Amma sənin var-dövlətinə çöküb səni öldürmək istəyən birinə yaxşılıq etmək doğru deyil. Yəni bu romantizmin elə bir həddidir ki, belə deyək, ziyanlı bir şeydir. Çünki hər kimin varisa zatında deyir şəraret küfrü, islahat-ı ülum ilə müsəlman olmaz. Bu cür hər imansızlığı olan bir adamı təzədən evə almaq olmaz. Bu da mənim dinləyicilərə, şagirdlərə, abituriyentlərə tövsiyəm olsun. Mən biləm, mən hadisəni o bütünlüklə danışdım. Burada hər bir obrazın halını, xasiyyətini, xarakterini anlamaq üçün elə əsərin bu cür məzmununla tanış olmaq kifayət eləyər. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa mənim üçün nə mutlu.